Bu insan ölməmək üçün 72 il dəmir qutunun içində yaşadı. Niyə? İndi deyəcəm, amma öncə kanala abunə ol və videonu like etməyi unutma. 6 yaşından 78 yaşına qədər yalnız başına hərəkət etdirə bildiyi bu metal qutunun içində yaşadı. Bu qurğudan çıxan kimi nəfəs almağı dayanır və həyatını itirə bilərdi. Bu insan Paul Alexander'dır. 6 yaşına qədər Paul adi həyat dolu bir uşaq idi. Lakin 1952-ci ildə qardaşı ilə küçədə oynayarkən bir virusa yoluxdu. Virus nəticəsində ağciyərləri fəaliyyətini dayandırdı və boynundan aşağı tam iflic oldu. Onun həyatını xilas eləmək üçün valideynləri Paul'u dəmir ağciyər adlanan xüsusi metal kapsula yerləşdirməyə məcbur oldular. Bu cihaz onun yerinə nəfəs alırdı və həmin gündən etibarən Paul yalnız ağzını hərəkət etdirə bilirdi. Gündəlik həyatı haqqında danışarkən o deyirdi ki, əslində hamının etdiyi şeylər edir. Səhər oyanır, dişlərini təmizləyir, üzünü yuyur, təraş olur və sonra səhər yeməyi yeyir. Televizora baxmağı çox da sevmir. Bunun əvəzinə oxumağa, öyrənməyə və hətta yazı yazmağı belə başlamışdı. Bütün məhdudiyyətlərə baxmayaraq Paul məktəbi uğurla bitirib hüquq təhsili alıb və 40 yaşında vəkillik imtahanı verərək peşəkar hüquqşünas olub və hətta məhkəmə proseslərində belə iştirak edib. Əslində belə bir vəziyyətdə olmasına baxmayaraq o həyatın hər imkanından istifadə edib və 2024-cü ilin mart ayının 11-də 78 yaşında bu dəmir ağciyər aparatının içində son nəfəsini verərək həyatını itirdi. Əgər bu cür videoların daha çox gəlməsini istəyirsənsə, o zaman mütləq şəkildə kanala abunə ol və videonu like etməyi unutma.